Salam, 21-ci testi izah edirəm. Üfüqi dayaq üzərində sükunətdə olan 4 kq kütləli cisimə dayağın reaksiya qüvvəsi 30 Newtondur. Bizdən F qüvvəsini soruşur. Deməli, aşağı mg təsir eləyir, ağırlıq qüvvəsi. Mg. Bu isə dayağın reaksiya qüvvəsidir. F qüvvəsi ilə eyni istiqamətdə yönəlir. Yəni, mg bərabərdir F plus N. M'imiz 4'dür, J'imiz də 10'dur. Yəni 40 bərabərdir F qüvvəsini soruşur. Reaksiya isə 30'dur. Buradan F qüvvəsi bərabərdir 10. A variantı. 22-ci testdə isə yenə aşağı bir mg, bir də N reaksiya qüvvəsi var. Bizdən nəyi soruşur? Cismin kütləsini. Bu F qüvvəsindən mg gördüyünüz kimi eyni istiqamətdədir. F plus mg bərabərdir N. Bizim F qüvvəmizi verib 20 Newton plus M'ni soruşur. J'imiz isə 10'dur. 10M bərabərdir. Reaksiya qüvvəmiz isə 80'dir. Buradan 10 bərabərdir 60. M də bərabərdir 6 kilo. C variantı.